Biz talışlar isə hələ ki öz dilimizi saxlayıb, qoruyub saxlaya bilmişik. Hərçənd ki, bizdə də artıq çoxlu assimilyasiya. Məsələn, mən bir gün bir talışla danışdım, talışça bilmirdi, amma türk dilində danışırdı məndə. İndi o evində də türk dilində danışır, düzdür. İndi elə bir, yenə deyirəm, belə deyəndə bəzən elə bir ki, mən türkə düşmənəm, yox. Yəni, bu dildə danışırdım, mən də bu dildə danışıram, rus dilində danışıram, talış dilində danışıram, fars dilində danışıram. Amma fakt budur ki, bu dil götürmə dildir də, assimilyasiya dilidir. Assimilyasiya olub bu bədbəxt, bu uşağı ilə də o dildə danışır. Bir 2-3 nəsildən sonra heç bu özünə türk deyərdi. Ona görə ki, insan bu 3 faktor ki var ki, 3 hissədən ibarətdir. Dildir, antropologiyadır, mədəniyyətdir. Mədəniyyətdə indi o Novruz, Bayramı, Zad falan bunlar qalır. İndi bunu da dillə götür. Çünki əslində bu İrandır. Amma bu dil məfhumu çox böyük bir məfhumdur.